Salam, hörmətli tamaşaçılar, Xalq TV-nin efirində sizləri xoş gördük. Bugünkü qonağımız Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elm Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Hüseyn müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Siz efirimizdə. Hüseyn müəllim, bildiyimiz kimi Mərkəzi Elm Kitabxana Azərbaycanın sayılıb seçilən kitabxanalarından biridir. Burada ümumiyyətlə milli və dünya əhəmiyyətli zəngin irs toplanıb. Ümumiyyətlə istərdim kitabxanamızın, yəni Mərkəzi Elm Kitabxananın bugünü, perspektivləri barədə qısa da olsa məlumat verərdiniz. Çox sağ olun, maraqlı sual üçün və mən sizə öncə təşəkkür edirəm ki, Mərkəzi Elm Kitabxananın 100 illiyində belə bir müsahibə üçün gəlmişsiniz. Yəni, məlumdur ki, bu il Mərkəzi Elm Kitabxananın 100 yaşı tamam olur. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının da bu il 80 yaşı tamam olur. Və biz 100 illiklə də bağlı bir sıra tədbirlər düşünürük və mən sizə indi Mərkəzi Elm Kitabxanada, ümumi kitabxanada fondlarımız haqqında məlumat verərəm. Yəni, məlumdur ki, bizim Mərkəzi Elm Kitabxana, yəni Azərbaycanın elmi kitabxanası olaraq ən böyük kitabxanasıdır və burada elmin müxtəlif sahələr üzrə, demək olar, bütün sahələr üzrə ədəbiyyat toplanıb. Fondumuzda $1,5 yaxın kitabımız var. Bunlar müxtəlif fondlardadır. Azərbaycan dilində ədəbiyyat fondunda, xarici dillərdə ədəbiyyat fondunda, Qarabağ Qəhrəmanları fondu, Nadir Kitablar fondu və digər fondlarımızdadır. Və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Azərbaycan Dövlətçiliyi şöbəsindədir. Müxtəlif sahələri əhatə edən kitablar, ədəbiyyatlar fondlarda toplanılır və onlar oxucuların istifadəsinə hamısı açıqdır və kitabxana xeyli inkişaf yolu keçib. Bilirsiniz ki, bu ələşdiyimiz bina Cənab Prezidentimizin iştirakı ilə 2014-cü ildə açılış olubdur və burada oxucular üçün müxtəlif müasir şəraitlər yaradılıbdır və indi hal-hazırda da kitabxanamızda elektronlaşma üzrə çox sürətli işlər həyata keçirilir. Düşünürəm ki, bu istiqamətdə də yaxın vaxtlarda, yaxın gələcəkdə oxucularımızı bununla bağlı sevindirəcəyik. Məlumdur ki, Mərkəzi Elm Kitabxana ilk olaraq, yəni biblioqrafik büro kimi Tətbiq və Tətbiq Cəmiyyətinin tərkibində yaradılıbdır 1923-cü ildə. Amma 1925-ci ildən sonra, yəni 2 il sonra artıq bu büro kitabxana adlandırılıb və ondan sonra kitabxana kimi fəaliyyət göstərir və bu kitabxana yarananda kitabxananın kitab fondunu cəmi heç 450-yə çatmayıbdır. Yəni 450-yə yaxın. Hazırda isə $1,5 yaxın bizim kitab fondumuz var. Kitabxananın oxuculara xidmətdən başqa digər fəaliyyətlər də var. Yalnız oxuculara xidmətlə məhdudlaşmır təbii ki. Kitabxanada, yəni rəyasət heyətinin qərarı ilə təsdiq olunmuş alimlərimizin, görkəmli alimlərimizin biblioqrafiyalarının nəşri məhz kitabxanaya hazırlanması məhz kitabxanaya tapşırılır və kitabxanada hazırlanır. Təkcə onu deyə bilərəm ki, 24-cü ildə 25 adlı belə bir biblioqrafiya bizim kitabxanada hazırlanıbdır. Ondan başqa da bizim bir neçə də əməkdaşlarımızın şəxsi kitabları da işıq üzü görübdür. Gözəl interyerə malik bina var, yəni kitabxananın gözəl binası var. Mənə elə gəlir ki, bir oxucu üçün vacib parametrlərdən biri də budur ki, kitabxanada o oxumaq istəsin. Yəni, onu oxumağa sövq edən amillər olsun. Mən görürəm ki, yəni, Mərkəzi Elm Kitabxana bu tələblərə cavab verir. Sizdə ümumiyyətlə oxucu axını hansı səviyyədədir? Ümumiyyətlə bilirəm, yəni bugün ölkəmizdə ümumiyyətlə mütaliə səviyyəsi gənclər arasında o qədər ürək açan deyil. Bəyənmədiyimiz Sovet dövrünə müqayisədə hətta biraz da aşağıda. Amma siz bir kitabxana direktoru kimi bu göstəriciləri necə qiymətləndirirsiniz? Mən düzü hal-hazırda onu müsbət qiymətləndirmirəm, amma yaxşı inkişaf tendensiyası sürətlə gedir. Qeyd edim ki, burada kitabxanada oxucu sayı qənaətbəxş deyil. Amma ona baxmayaraq hər gün bu oxucu sayında artım qeyd alınır. Biz bunun artması üçün xeyli, siz özünüz doğru qeyd elədiniz ki, gənclərimizin ümumiyyətlə, nəinki gənclərimizin, tək gəncləri günahlandırmayaq, ümumiyyətlə artıq cəmiyyətimizin kitab oxumaq marağı demək olar ki, azalıb, onun indi obyektiv və subyektiv səhvləri var. Sosial şəbəkələr işğal edir. Sosial şəbəkələr, elektronikanın inkişafı hər halda onlar kitab oxumağın xeyli qarşısını alıb. Amma biz də ona görə də zamanı ilə ayaqlaşmalıyıq ki, oxucuları əgər ənənəvi kitabdan oxumaq istəmirlərsə, elektron kitabxanı quraq ki, onun üçün meyil gəlsinlər, biraz da artsınlar. Yəni, mən deyərdim ki, artım var. Ona nail olmaq üçün də nələr etmişik? Biz də burada kitabxananın iş saatını uzatmışıq. Yəni, mən bilirsiniz ki, bura keçən il aprel ayında təyin olmuşam, yəni bir il tamam olmayıb. Mən təyin olunanda burada kitab oxuculara sifariş yalnız
16:30-da bitirdi. Oxucu gələrkən kitab sifarişini 16:30-a qədər verə bilərdi. Ondan sonra kitab sifarişi qəbul olunmurdu. Bəzi oxucularımız var ki, işləyirlər, iş yerindən gələndən sonra, yəni kitab sifariş verə bilməyəcəksə, niyə də gəlməlidir? Doğru. Amma onun da səbəbi o idi ki, 6-da işçilər evə vaxtında gedə bilsinlər deyə. Mən gələndən sonra onu növbəliyə keçirdim. Yəni kitab sifarişi hal-hazırda bizim kitabxanada axşam 8-ə qədərdir. 8-ə qədər kitab sifarişi verə bilərlər və bir tərəfi də var ki, bilirsiniz, bizim kitabxana ödənişli kitabxanadır. Amma akademiyanın əməkdaşları üçün, təqaüdçülərimiz üçün, qazi və şəhidlər üçün ödənişsizdir. Amma insan onu da biz nəzərə alaraq, yəni keçən ilin aprel ayından başlayaraq biz hər ayın ilk ikinci 2 iş günü, hər ayın ilk 2 iş günü açıq qapı günləri elan eləmişik. Hər ayda bu davam eləyəcək. Həmin gün ödənişsiz kimlər kitab oxumaq istəyirsə, bizim məqsədimiz odur ki, yəni insan varsa ki, həqiqət onu düşünürsə ki, ödənişli kitabxanaya gələ bilmirəm, açıq qapı günlərində buyursun, gəlsin, yəni mütaliə eləsin. Məqsəd insanlarımızı, yəni kitaba olan marağını artırmaqdır. Bu baxımdan, yəni bəlkə də bunların da rolu olaraq kitabxanamızda oxucu saylarında artım var. Siz ödənişlər barədə danışdınız. Mənə bir sual maraqlıdır. Son günlər bəzi tədqiqatçıların bəzi arxivlərdə, getdikləri arxivlərdə, kitabxanalarda, düzdür, Mərkəzi Elm Kitabxananın adı orada yoxdur, görməmişəm. Yəni qiymətlərdən, surət çıxarma qiymətlərindən, printerdən, məsələn, Takiyə çıxan qiymətlərdən, narazılıqlarından bağlı statuslarını oxumuşam. Deyirlər ki, yəni bugünkü, yəni belə deyək, bazar şərtlərindən uyğun deyil, bahadır, filan tədqiqatçının gəlirinin uyğun deyil. Bu da elmin inkişafını əngəlləyən amillərdən biridir. Burada necə? Düzdür, siz qeyd elədiniz, yəni o az təminatlı ailələr, şəhid ailələr, yəni həssas kəsimi qeyd etdiniz. Ümumiyyətlə, yəni bir yanaşma necədir burada? Burada mən deyim ki, onunla bağlı bizim kitabxanada elə bir problem yoxdur. Ona görə ki, birinci qiymətlə bağlı qiymət, yəni digər, yəni mən yanlış demiş olaram, bilmirəm, qiymət neçədir? Çox bahalaşıb son vaxtlar. Bizdə elə olduğu kimi qalıb. Tək ki, hətta kimlərsə o deyəndə ki, biraz ehtiyacım var, yəni çıxartmaq, yəni ona da burada heç bir problem yaradılmır. Nə qədər insanlara əl çatan olsa, o qədər düşünürəm ki, bir xidmət göstərmiş olar. Süleyman, pəs ümumiyyətlə MEK hansı, belə deyək, sahələr üzrə elmi resurslar ümumiyyətlə təqdim edir? Yəni, oxucular və tədqiqatçılar üçün hansı unikal imkanlar mövcuddur burada? Burada bayaq da qeyd elədiyim kimi, Mərkəzi Elm Kitabxana elmi bütün sahələr üzrə xidmət göstərir. Yəni, burada istəyir texnika, fizika olsun, riyaziyyat olsun, ədəbiyyat olsun, yəni həm humanitar, həm təbiət, həm dəqiq elmlər, hər birindən ixtisas fondlarımız var bizim. İxtisas fondlarında hər bir sahəyə uyğun kitablarımız var. Yəni, istənilən elmin bütün sahələr üzrə Mərkəzi Elm Kitabxana yəni xidmət göstərir. Mən bir şey qeyd eləmirəm ki, hal-hazırda bizim oxucularımızın çox qismi, məsələn, tibb universitetinin tələbələrdir, yəni tibbi. Artıq biz də növbəti illərdə kitab sifariş edərkən, kitab alış edərkən biz düşünürük ki, yəni burada tələbat ən çox hansı sahəyədirsə, biz də o sahədə kitabların alışına üstünlük veririk. Yəni onunla bağlı biz oxu zallarına anketlər qoymuşuq və bizim xidmət şöbəmizdə anketlər var. Onun üçündür ki, hansısa oxucu istədiyi kitab bizdə olmayanda xidmət şöbəsi özündə onun qeydiyyatını aparır və oxucuların arzuladığı kitab hansıdır. Bu anketlər il ərzində toplanılır, sonra kitab alışı zamanı o kitablara üstünlük verilir ki, oxucuların istədiyi kitablar olsun. Qaldı şərait məsələsində bizdə, yəni kitabxanada eyni anda, bir anda 1000 oxucuya xidmət göstərə biləcək son mükəmməl şəraitlərlə təchiz olunmuş bizim oxu zallarımız var. Yəni digər tərəfdən kitabxananın uyğun şərtlərlə, xüsusən də oxucular üçün uyğun şərtlərlə yeməkxanası fəaliyyət göstərir. İstirahət otaqları var. Yəni burada hər bir oxu zalının girişində oxucu üçün istirahət otaqları da var. Yəni istənilən vaxtda oxucu keçib orada dincələ bilər. Yəni hər halda istənilən şərait var. Tək ki oxucu gəlsin. Enində sonunda Mərkəzi Elm Kitabxana AMEA-nın bir strukturudur. Maraqlıdır ki, AMEA-da çoxsaylı institutlar da mövcuddur. Məsələn, həm humanitar yönümlü, həm texniki. Pəs MEK-in, yəni o institutlarla qarşılıqlı inteqrasiyası necədir? Yəni onların alimlərinin, tədqiqatçılarının burada, yəni bura müraciət etməsi hansı səviyyədədir? Bu gözəl sualdır. Mərkəzi Elm Kitabxana
bizim elmi kitabxanalara bilirsiniz ki, metodiki rəhbərlik eləyir. Təbii ki, akademiyanın strukturuna daxil olan qurumlardan gedir. Akademiyanın tək institutunda yox, bölmələri də var. Naxçıvan, Gəncə, Şəki, Lənkəran. Yəni ikisi mərkəzdir, ikisi bölmədir. Yəni bölmələrə də bölmələrin kitabxanalarına metodik rəhbərlik eləyir. Elə bu yaxınlarda biz, yəni bizim metodiki şöbənin tərəfindən biz elan verdik özümüzün akademiyanın tabeliyində olan qurumlar üçün kitabxanaçılara təlim keçirildi. Bizim mərkəzi elmi kitabxanada sevindirici hal oldu ki, akademiya üçün elan verməyimizə baxmayaraq, hətta Fövqəladə Hallar Akademiyasının kitabxanasından da müraciət olmuşdu ki, onlar da o təlimlərdə iştirak eləmək istəyir. Gəlidilər, iştirak elədilər. Yəni bununla bağlı əlaqələrimiz çox sıxdır. Hətta mərkəzi elmi kitabxana akademiyanın illik hesabatını verəndə belə akademiya öz illik hesabatını təqdim eləyəndə o kitabxanaların da hesabatını təqdim eləyir. Onlarda nə qədər qəzet fondu var, kitab fondu var. Yəni sıx əlaqədə işləyirik və indi bir yeni məlumatı sizə deyim. Mərkəzi kitabxana sentyabr ayında, səhv eləmirəmsə 25 idi, ictimaiyyət üçün elektron kitabxananı təqdim etdi. Yəni biz onun üzərində çox ciddi işləyirik. Biz artıq bu ildən özümüzə bir öhdəlik götürmüşük ki, bizim mərkəzi AMİyanın tabeliyində olan qurumların kitabxanalarını da elektronlaşdıraq. Onunla bağlı artıq fəaliyyətə başlamışıq. İlkin olaraq isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Fəlsəfə İnstitutu seçilibdir. Fəlsəfə və Sosiologiya İnstitutu. Yəni ilkin olaraq o kitabxanaların elektronlaşmasına artıq başlamışıq. Hüseyn müəllim, bugün kitabxanalarımızın xarici elmi bazalara çıxış imkanları hansı səviyyədədir? Ümumiyyətlə, ölkəmizin kitabxanaları barədə istərdim fikir bildirəsiz və MEK çıxış imkanları barədə danışasınız. Bu da həm gözəl sualdır, həm də müasir sualdır. Bu barədə də mən fikrimi qeyd edeyim. Deməli, bu kitabxananın xarici kitabxanalara çıxış imkanları, təbii ki, yəqin söhbət elektron bazalardan gedir ki, sayt üzərindən. O, ümumiyyətlə, bu kitabxanada yox idi. Yəni, çıxış imkanları yox idi. Demək olar ki, çox yox vəziyyətində idi. Amma biz ilkin olaraq sentyabr ayında qeyd etdiyim ilk elektron kitabxananın təqdimatı vaxtı dünyanın 84 kitabxanasına birbaşa keçid imkanı yaratmışdıq bizim kitabxanadan ki, bizim oxucularımız o zallarda, elektron zallarımızda əyləşərək dünyanın 84 kitabxanalarından istifadə edə bilərdilər. İndi artıq sevindirici hal oldu ki, o rəqəm artıq 300-ə yaxınlaşıb. Dünyanın 300-ə yaxın kitabxanasına müxtəlif universitetlərin, akademik kitabxanaların, elmi kitabxanalara artıq giriş imkanları yaradılıbdır və onun içərisində bizim özümüzün universitetlərimizin də kitabxanalarına, ADA Universiteti olsun, Bakı Dövlət, UNEK olsun, bəli, onların da kitabxanalarına biz giriş imkanları vermişik. Yəni bizim oxucular hal-hazırda bizim kitabxanadan dünyanın 300-ə yaxın kitabxanasından sərbəst girib onları istifadə edib kitab oxuya bilərlər. Pəs dünyada bugün trend amillərdən biri də elmdə süni intellekt. Süni intellektlə bağlı proqramlar var da, məsələn, ChatGPT-dir, DeepSeek-dir. Məsələn, bunlar tətbiq olunur müxtəlif elm sahələrində. Kitabxanaçılıqdan, biblioqrafiya sahəsindən necə ümumiyyətlə istifadə olunur mu bu imkanlardan? Bizdə hələ ki o istifadə olunmur. Düzü, yəni elektronlaşmaya yeni start vermişik deyə, xüsusən orada bir çox problemlər də olur. Yəni bir server yenilənməsi var. Amma inteqrasiyanı düşünürsünüz də. Süni intellektlə bağlı, yəni özüm planlarımız var. İnşallah düşünürəm ki, yaxın gələcəkdə onlar da tətbiq olunacaq. Hüseyn müəllim, son sualımız, bugün ümumiyyətlə kitabxanalarımızın inkişafında əsas maneə kimi, bir müəssisə rəhbəri kimi nəyi görürsünüz? Necə etməliyik ki, ümumiyyətlə kitabxanaçılıq, biblioqrafiya öz dəst xəttini, vacibliyini, əhəmiyyətini qoruyub saxlasın? Çox sağ olun, bu çox maraqlı sualdır. Mən deyərdim ki, ilk maneə kitabxanaların inkişafına, ilk maneə özümüzük. Yəni təəssüf ki, kitab oxumağa meyilli deyilik. Yəni birinci maneə budur, amma biz ona köklənərək inkişafı da kənarda qoya bilmərik. Yəni kitabxanaların inkişafı üçün, oxucuların cəlb olunması üçün yəni bir sıra addımlar atılmalıdır və digər tərəfdən də bəzi oxucularımız var ki, yəni kitabxanaya gəlib kitabxanadan istifadə etməyə bilirlər. Yəni biz bir maraqlı layihəyə başlamışıq. İlk xəbər olaraq mən bunu sizə deyim. Yəni biz kitabxanada inklüziv kitabxana layihəsinə start vermişik. Artıq könüllülərdən istifadə etməklə
könüllərdən istifadə etmək. Kitabların, səsli kitablar adlı layihəyə start vermişik. Bəzi kitablar artıq ilkin mərhələ olaraq səsləndirilməyə başlayır. Könüllərin içərisindən biz o səsi uyğun olanlardan seçirik. Artıq bir neçə kitab da səsləndirilibdir. Yaxın zamanlarda biz sayt üzərindən bizim, yəni gözdən əlil oxucularımız belə sayt üzərindən o səhifəyə daxil olaraq istədikləri kitaba qulaq asa biləcəklər. Mən deyərdim ki, o yalnız onlar üçün də deyil, yəni hər kəs bəzən gəlmə imkanı yoxdur, yol gedir, harasa uzaq yol gedir, yəni istənilən halda daxil olub o kitabları dinləyə də bilər, oxumaq imkanı yoxdur, dinləyə də bilər. Yəni elə bir layihə start vermişik ki, yəni onlar da kitabxananın inkişafı yönündə atılan bir addımlardan biri kimi saymaq olar. Digər tərəfdən də kitabxananın inkişafı ilə bağlı hər an addım atırılır. Yəni biz bu kitabxanaya dünyanın müxtəlif ölkələrindən qonaqlar dəvət olunub gəliblər. Məlumat üçün qeyd edirəm ki, bu əyləşdiyimiz zalda elə akademik güşəmiz də var ki, diplomatik güşə, bir diplomatik güşəmiz var ki, orada 40-a yaxın ölkənin güşələri var. Ən sonuncu güşə orada yaratmışıq Şimali Kipr Türk Cümhuriyyətinin güşəsi. Həmin onun açılışında da Şimali Kipr Türk Cümhuriyyətinin səfiri və Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri İsa müəllimin rəhbərliyi ilə açılışda iştirak ediblər. Hətta mən səhv eləmirəmsə, Nobel mükafatı laureatı Əziz Sancar da bu kitabxanaya qonaq gəlmişdi. Bəli, bilirsiniz ki, Əziz Sancar hörmətli İsa müəllimin dəvəti ilə Azərbaycanda bir həftə qonaq oldu və Azərbaycan Milli Akademiyasında Əziz Sancarla bağlı xüsusi ümumi yığıncaq keçirildi. Sonra Əziz Sancar Azərbaycan Milli Akademiyasının fəxri üzvü seçildi və çox sevindirici haldır ki, Əziz Sancar dünya şöhrətli alim qısa vaxtında Azərbaycan Milli Akademiyasının Mərkəzi İlm Kitabxanasında qonaq oldu. Və onu mən sizə deyim, diplomatik güşəyə də baxdı. Mən deyərdim ki, Əziz Səncəri bu kitabxanada ən çox maraqlandıran Qarabağ Qəhrəmanları fondunda oldu və orada özünün xahişi ilə orada şəkil çəkdirməyi istədi. Hətta təsirlənmişdi orada, yəni mənim yadımdadır müsahidə. Orada bir yarıcar şəkildə çəkdirdi. Bizim çəkiliş qrupu da gəlmişdi, iştirak edirdi. Həmin Əziz Səncərin bura gəlişində. Təşəkkür edirəm Hüseyn müəllim, bizə vaxt ayırdığınız üçün. Belə hörmətli tamaşaçılar, nəzərinizə çatdırım ki, qonağımız Milli Elmlər Akademiyası Mərkəzi İlmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov idi. Sağ olun, gələn görüşlərə dək. Sağ olun.